Salam, hər vaxtınız xeyir olsun, değerli dostlar. Mən Həşimov İnşaat, Saatron Qaranlıq Belediyesinin mətbuat katibi. Hal-hazırda Saatron Şirinbəyli kəndindəyik. Gördüğünüz kimi Qaranlıq Belediyesi tərəfindən 2 kilometrdən artıq yolların gredirlə üzlənilməsi və ardımıza da qrevin tökülməsi işləri görülür. Bundan da başqa küçələr var. Qaranlıq Belediyesi tərəfindən tapşırıq olub ki, burada grevilsiz küçə qalmayacaq. Hər küçə belə qrevl örtüyünü təmin olacaq. Mən də bir Qaranlıq Belediyesi mətbuat katibi olaraq sizlərə uğurlar arzulayıram ki, kəndlərdə belə gözəl işlər görürsünüz. Buradan da bir haşiyə çıxaraq vətəndaşlara bildirirəm ki, nə qədər vergiyə belə dəstək olsanız, bundan da çox küçələr bilənçilə qrevl örtüyü ilə təmin olacaq. O da sizin gediş-gəlişinizin, rahatlığınızın təmin olunması deməkdir. Bir daha hər kəsə uğurlar arzulayıram. Çox sağ olun, var olun. Bu yoldu, orada sonra gene artırıyor. Göründüyü kimi burası kimi qrevl tökülüb. Buradan 70-80 metre qalır, həmin yerində qrevlləməsi təmin edilir. Qaranlıq Belediyesi həqiqətən də tabeliyində olan kəndlərdə gözəl işlər görür. O işlərdən də biri bugünkü bu Şirinbəyli kəndində daxil yolların ütülənib, qrevllənməsi işləri görülür. Salam değerli dostlar. Artıq Şirinbəyli kəndinə ikinci büyük maşınla qrevl gəlir. Burada o demək ki, kənd sakinlərinin sevincə səbəb olur. İstəyərdim ki, kənd sakinlərinin öz fikirlərini öyrənək. Gənc oğlandan müsahibə alaq. Minnətdarım hamısından. Çox sağ olsunlar. Məhlə inan gündə it gündədir. Nə uşaq keçə bilər, nə insan keçə bilər. Yəni bərbad gündədir. Heç məhləyə girmək olmur. İnsan girəndə iyrənir ki, bu məhlə nə gündədir. Sağ olsun, var olsunlar ki, təmin edilər. Çox sağ olsunlar. Qaranlıq Belediyesindən Allah razı olsun, var olsunlar. Çox təşəkkürlər. Sağ olun. Bu işdə əziyyəti olan hər kəsə təşəkkür edirik. Biz hal-hazırda Saatron Şirinbəyli kəndindəyik. Qaranlıq Bələdiyyə sədri özü də gəlib. Görülən işlə maraqlanır. Günorta saat 2-nin yarısı olmasına baxmayaraq əraziyə gəlib. Kənd icra nümayəndəliyində əməkdaşları var. Qaranlıq Bələdiyyəsi də vətəndaşların müraciətlərini qəbul edir və işlə tanış olur. Bura qəmbərim, sən də. Dokuz Oktyabr Saatron Şirinbəyli kəndindəyik. İşlərimiz hələ davam edir.
Müəllim, bu Qaramuru Belediyesinin nümayəndəsi olaraq bu görülən işlərlə bağlı siz də bildirərdiniz. Cəmaatın təşəbbüsü ilə köhnə yollardır, xarab yollardır təmir ediyorlar. Xahiş edirlər, bizə xahişlər edir. Diqqəti olaraq kəndin daxilində olan fikirlə düzəldirik ki, vətəndaşların gedişləri şəmin olsun, arzumuza da qreydir gələcək, qırağını abadlaşdıracaq. Yağmur yağanda yoldan Sağ olun, sağ olun. Belediyemiz yardım etti. Salam dayı. Bu Selamünaleyküm. Şirinbəyli kəndinin içində bu yolların düzəlməsi, qrəbillənməsi işlər görülür. Bir kənd sakini olaraq istəyərdik ki, özünüzü təqdim edib fikirlərinizi bildirərsiniz bu işlə bağlı. Ben bu kəndin sakiniyim. Sədri Nəzimov. Orada həkim işləmişəm. Bu yollarımız vaxt vardı quraqlıqda gəzmək olmurdu. Sağ olsunlar. Bizim belediyemiz, belediye başkanımız, işçiləri yollarımıza qrabil töküldü. İndi rahat bu yollarda gezirik. Yağış yağdı. Burada məktəblilər 6 kilometre, 3 kilometre kendin bu tərəfə 3 kilometreden gelen uşaqlar hamısı buradan məktəbə gedir. Heç biri gedib çıxa bilmir. Hamısı palçığa batırdı. İndi belediyemizin sayesinde her halda palçığa batmayacaklar. Tertemiz gezecekler məktəbə. İnşallah. Bizim uşaqlarımıza hamısı ve bunlar alırsa mı həftə hiç çəkmir. Bir dəfə yukarıdan 15 dəqiqə yağmur yağdı. Buralar olur palçıq. Gezmək olmur. Paltarlarını batırlar, ayakkabılarını batırlar. İndi belediyemizin sayesinde indi yollar herhalde güzel olacak. Görür yaxşıdır. Çok tökürlər. Qrabili. Təmiz olacak. Yani palçıq olmayacak. İnşallah. Uşaqlarımız rahat məktəbə gedib gələ biləcəklər. Sağ olun. Təşəkkür Teşekkür ederim ben. Sağ olun, sağ olun. Sağ olun. Sağ olun, sağ olun.